Yenə də geriyə hərəkət dərsimiz davam edir. Bu neçənci dərsdə artıq biz geriyə hərəkət edirik? İkinci gündə. İkinci dərsdir. Dünən Üçüncü zigzag dərs. eləmişdik. Ondan öncə nə? Ondan öncə düz. Bəli, belə Demək ki, götürəndə üçüncü üçüncü. Bəli. dərsimizdir. İlk öncə geriyə hərəkətdə nə öyrəndik? Bir tək sağ güzgüyə baxaraq avtomobili düz xətt üzrə hərəkət etdirməyi. Düzü. Daha sonra orta güzgü ilə, bəli, yəni bir tək orta güzgüyə baxaraq avtomobili geriyə hərəkət etdirməyi öyrəndik. Daha sonra, sol güzgünə daha sonra heç yerə baxmadan, yox, bütün güzgülərə baxaraq nəzarət. heç bir güzgüyə baxmadan Baxmadan. bir tək önə baxaraq Yola baxaraq, bəli. avtomobili geriyə hərəkət etdirməyi öyrəndik. Daha sonra bütün güzgülərə baxaraq avtomobili geriyə hərəkət etdirməyi öyrəndik. Bax, Mətənət, mən sizlərin, yəni tələbələrin böyük əksəriyyəti xanımlar olduğu üçün mən sizə sizin anlayacağınız dildən məsələlər çəkirəm. Yəni çox tələbənin, çox xanımın başına gəlir bu. Yoldaşı ilə maşın sürür, atası ilə maşın sürür. Onlara göstəriş verir ki, güzgüyə bax, güzgüyə bax, güzgüyə bax. Adam güzgüyə bir saat da baxsa başa düşə bilmir. Arxadan gələn avtomobil yaxındadır, yaxud uzaqdadır. Və yaxud da o maneəyə toxunur, yoxsa yox. Toxunmamaq üçün sükanı sağam eləməlidir, solam eləməlidir. Bunların heç birisi verilməyib, öyrədilməyib. Yəni həmən tələbəyə ancaq güzgüyə baxması tələb olunur. Yəni o adam güzgüyə baxsa belə bir şey anlaya bilməz. Səbəbini bilmədim ki. Biz güzgülər dərsini yekunlaşdırmışıq. Yəni belə hesab elə ki, tort bişirə bilirsən. Hə. Bax, elə təsəvvür elə, necə o tortu bişirəndə misal olaraq list bişirirsiniz, sonra o listləri birləşdirirsiniz. İndi sənin hər güzgün bir listdir. Bu listi hazır elədin, kesdin bu listə. Bu listi hazır elədin, kesdin o bir listə. Axırda tamamladın. Yəni, bütün güzgülərə və ən əsas, heç bir güzgüyə baxmadan, yalnız irəliyə doğru baxaraq avtomobili arxa-arxaya idarə eləməyi bacardıq. Daha sonra bütün bunları cəmləşdirdik. Yəni, hamısına baxmaq şərti ilə. Burada da xırda nüanslar var idi, daha bunun tam da dərinliyinə getməm. Bu işimiz tamam oldu ilk dərsdə. Daha sonra növbəti dərsdə biz zolaq dəyişərək geriyə hərəkət etməyi öyrəndik. Yəni, arxa-arxaya zigzag var. Düzdür? Bunda təhvil verdim. İndi nə edirik, Mətənət? İndi, bax, geriyə hərəkət eləyərək bu döngələri dönürük. Bu neçənci dərsindir? 6-cı mən. 6-cı dərsin. Birinci, ikinci, üçüncü, dördüncü dərsdə irəliyə doğru hərəkət eləyərək belə bu döngələr dönə bilmirdim. Yadındadır mı? İndi artıq arxa-arxaya dönürsən bu döngələri. Və uzun-uzadı sənə izah verməyə çalışıram ki, həm sən düzgün maariflənəsən, həm sənin simanda bu videoyla qarşılaşan izləyicilər. Əgər sən arxa-arxaya sürməyi düzgün, mükəmməl şəkildə öyrənmirsənsə, parkinqdə əziyyət çəkəcəksən. Avtomobilin qabartını tutmaqda çətinlik çəkəcəksən. Və ən əsası özgüvənin formalaşması çətin olacaq. Xülasə, indi bütün güzgülərə baxaraq sadəcə olaraq tapşırıq budur. Düz bir şəkildə geriyə doğru hərəkət edəcəyik. Maneə sağımızda olduğu üçün sağ güzgünü rəhbər tuturuq. Digər güzgülərə yoxlanış məqsədilə baxırıq. Kəmərimizi açırıq. Mən kəmərimizi açmışkən bir dənə sual verə bilərəm sizə. Baxın, bu qayda olaraq arxa-arxaya gedəndə dünən də kəməri açdırdınız. Kəməri açmalıyıq. Yəni bu qayda qanunvericilikdədir, yoxsa indi biz təlim prosesindəyik deyə açırıq ki, rahat arxaya dönək. Yaxşı. Gəl birinci baxaq görək kimlərə kəmər taxmamağa icazə verilir. 5 şəxsə təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir. 1. Hamilə qadınlar. Səbəbini də özün düşünsən, məntiqlə əsaslandıra biləcəksən. 2. Avtomobili geriyə hərəkət etdirən sürücülər. Niyə? Səbəbini düşün. Lazım olur, sən əyilib sağa baxırsan, sola baxırsan. Tam şəkildə rahatçılıq üçün. Hərəkət eləyə bilməyimiz üçün. 3. Təlimçilər. Sizə. Axı sən avtomobili idarə eləyirsən, lazım gəlsə, mən sənə kömək eləməyə bacarmalıyam. Kəmər taxanda kəmər artıq məni hərəkət eləməyə qoymur. Ona görə icazə verilir.
4-12 yaşa qədər olan uşaqlar. Yaşı 12 yaşa qədər olan uşaqlar. Səbəbini də özün düşün. Bu kəmər onun boğazından keçəcək axı. Ani tormozlanmada xəsarət ala bilər. Bəli. Xeyrindən çox ziyan olar. 5. Yaşayış məntəqəsində operativ nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinə kəmər taxmamağa icazə verilir. Operativ nəqliyyat vasitələri kimdir? Sürücülü vəsiqən var. Var. Nəzəriyən oxumusan. Belə deyək. Orta şəkildə deməli. Yəni məsələ ondan ibarətdir ki, bax o qaydada belə deyim də bütün bu bilgilər hamısı var. Yəni belə deyim də bax operativ nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinə təhlükəsizlik kəmərini taxmamağa icazə verilir dedikdə operativ nəqliyyat vasitələri göy, qırmızı, sayrışan işıqları olan nəqliyyat vasitələridir. Göy, qırmızı, sayrışan işığı olan nəqliyyat vasitələri hansılardır? Təcili tibbi yardım, yanğın söndürən, bir də polis. nə çoxdur. Misal üçün postpatrul xidmətinin əməkdaşları və yaxud da yol patrul xidmətinin əməkdaşları və yaxud da ola bilər ki, elə qara rəngdə mülki maşınlardan olan bir maşın olsun. Hansısa bir vəzifəli şəxsin xidmət avtomobili olsun. Yəni göy, qırmızı, sayrışan işıqlar olur. Və bu nəqliyyat vasitələri də yeri gəlmişkən deyim, sayrışan işıqları ilə birlikdə səs siqnalları aktiv olarsa, bəli, üstünlük maliklər. Xülasə, bu 5 kateqoriya, 5 şəxsə kəmər taxmamağa icazə verilir. Demir, kəmər taxsan səni cərmələyəcəm. Deyir, kəmər taxmamağa icazə verilir. Aydındır. İndi ona görə biz kəməri açdıq yəni. Buyur, qoy rejiminə. Bütün güzgülərə baxaraq düz davam edirik. Saxla. Neçə metr geriyə doğru hərəkət elədin təxminən? 20 metr gəldin. Gəldim. 20 metr ərzində bir dəfə sol güzgüyə baxdın. Xeyr. Orta güzgüyə baxdın. Xeyr. Önə baxdın. Önə baxmadım, ancaq sağa. İndi dinlə məni. Mən sənə baxmasam da səni görürəm. Çünki sənin kimi də bütün tələbələr eyni səhvlər edir. Burada məqsəd bir tək sağ güzgüyə baxaraq avtomobil düz hərəkət etdirmək deyil. Artıq biz bu mərhələni aşmışıq. Bəli. Artıq sən üst leveldəsən, başa düşdünmü? Sən sağ güzgüyə baxarsan, görüm dəyirəm yoxsa yox. Əla, dəymirsən düzü. İndi düşün geriyə hərəkət eləyəndə avtomobilin arxa hissəsində solundan sağına bir piyada keçir. Sən sağ güzgüdən onu görəndə Allah qorusun üstündən keçmiş olacaqsan. Ona görə bura baxdınmı? Burada hər şey yaxşıdırsa başqa güzgüyə bax. Hər hansısa birinə yoxladın, yoxlanış məqsədlə təzədən qayıtma. Yəni belə deyək də bu güzgü ilə hesab götürürük, raşot götürürük. O bir güzgülərlə yoxlanış aparırıq. Buyur. Buradan aralaşmamaq şərti ilə. O məsəl var, deyir, qaş düzəldəndə gözü çıxartmayaq. Arxa qapının dəstəyi buradakı sarı hüdud xəttinin üstündən getməlidir. Burada hər şey yolundaykən sən digər güzgülərdən də yoxlanış aparmalısan. Ancaq yol da axı üzü enişə doğrudur. Yəni sürətimiz bir balaca artmağa meyillidir, düzdürmü? Ona görə də əyləc pedalından bir balaca istifadə edərək sürəti kontrolda saxlayırıq.
Bu çox önəmli, çox maraqlı paylaşım olacaq. İndi yavaşca saxla. Çalışın sona qədər izləyin və mənim tələbəm olmayan tələbələrə sıxıcı gələcək. Çünki siz bilmirsiniz biz nədən sonra nəyi öyrənmişik, necə öyrənmişik. Ancaq öz tələbələrim yəni bilir nədən sonra nə gəlir. Bir növ onlar üçün də təkrar olacaq. Amma yəni sizlər də digər sürücülük kurslarına gedirsinizsə, yoldaşınızla, atanızla, hər hansısa bir şəxslə avtomobil idarə etməyi öyrənirsinizsə, Allah qorusun, sağ-salamat öyrənin, sağ-salamat sürün. Ancaq əmin olun ki, arxa-arxa sürmək sizə öyrədilməlidir. Bunu mütləq öyrənməlisiniz və qüsursuz şəkildə. Yəni bu işlər sizin dərsliklərinizdə də olmalı. Yoxdursa, demək ki, bir şeylər yolunda getmir.